Təhlükəsizlik prosesinin dəqiq sərhədləri yoxdur və bütün yerlərdə, bütün sahələrdə bu məsələ həmişə aktualdır. Çünki bəzi qüvvələr bilərəkdən görürsən ki, necə deyərlər, küləyin səmti ilə yox, ona qarşı getməyə cəhdlər göstərirlər. Və əlbəttə ki, bu zəmində də bəzi hallarda dövlətçiliyə qarşı, konstitusiyaya qarşı, hakimiyyətə qarşı qeyri-qanuni əməllər yer alır. Və əlbəttə belə olduğu halda məhz dövlət təhlükəsizliyinə cavabdeh qurumlar lazımi və operativ tədbirləri görürlər. Və bu günləri artıq Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasında xüsusi bir məlumat yayıb və bir qrup şəxslər, onlar bu prosesdə iştirakına görə artıq ifşa olunublar və təbii ki, bu həm günün əsas xəbəridir və digər tərəfdən də bu bizim hamımızı narahat edən, qayğılandıran bir problemdir. Çünki belə məsələlər əgər yer alırsa, mütləq şəkildə onların qarşısı alınmalıdır və bütün təfərrüatlar hamısı dəqiq öyrənilib ictimaiyyətə, Respublikanın xalqına çatdırılmalıdır. Və təbii ki, biz bu məsələni diqqət mərkəzində saxlayacağıq. Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Əlbəttə ki, bu həyəcan doğuran bir yenilikdir, çünki həm də gözlənilməzdir. Bəli, biz bilirik ki, Azərbaycanın ümumiyyətlə dünya səhnəsində mövqeyi, sonra dövlət siyasətinin ümumiyyətlə geniş vüsət alması, Prezident İlham Əliyevin özünün fəaliyyəti bir çoxlarının xaricdə ürəyincə deyil, qıcıq doğurur. Amma ən böyük də problem ondadır ki, elə sapı özümüzdən olan bəzi ünsürlər də bu proseslərə qatılırlar və düşmən qüvvələrə dəstək verirlər. Əlbəttə, bu işin heç vaxt axırı olmur və təbii bütün məxfi məqamlar hamısı faş olunur və olduğu kimi də ictimaiyyətə çatdırılır. Və təbii ki, burada məsuliyyət təkcə xüsusi orqanların üzərində deyil, bütün vətəndaşlarımızın üzərindədir. Yəni, ayıq-sayıq olmaq lazımdır. Çünki biz bilirik ki, xüsusilə də son illər ərzində ki, Azərbaycan çox uğurla özünün əsas problemi olan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanda terror ocağının sonunu qoydu və nəhayət biz rahat nəfəs almağa başladıqda biz bəlli oldu ki, bəli, bəzi qüvvələr deyəsən bu olan prosesləri heç də həzm eləyə bilmirlər və onlar çalışırlar bizim üçün yeni problemlər yaratsınlar və ölkə daxilindən məlumatlar ötürürlər xaricə, mübadilə yaradırlar və bu mübadilə əlbəttə ki, bizim rifahımızın yüksəlməsinə, təhlükəsizliyinin dərinliyinə nail olmasına qulluq etmir. Əksinə, onlar çalışırlar, bütün öz axarı ilə, ahəngdarlığı ilə gedən proseslərə artıq maniçilik törətsinlər. Bir qədər sonra bizim proqramımızda biz məsələ ilə bağlı hətta xüsusi bir hazırlanmış süjeti də sizə təqdim edəcəyik. Amma son hadisə isə əlbəttə ki, dünənləri baş vermiş Prezident İlham Əliyevin iştirakı ilə xüsusi müşavirədir ki, orada hiper təhlükəsizliyi ilə bağlı, ümumiyyətlə yeni rəqəmsal arxitekturanın formalaşması ilə bağlı demək dövlət başçısının çıxışı idi, sonra verdiyi tapşırıqlardır və əlbəttə ki, bu proseslər hamısı bizim təkbirimizi yox, gələcəyimizi də müəyyən eləyəndir. Və təbii bu günün tələbidir. Biz bilirik ki, rəqəmsallaşmadır, sonra hiper təhlükəsizliyin yeni çalarlarıdır. Bunlar hamısı gündəmdə olan məsələlərdir və tək Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti bu işlərlə məşğul olmur. Hətta bu sahədə artıq yeni rəqabət trendləri də müəyyən olunub və əlbəttə ki, biz geri qala bilmərik. Çünki biz inkişaf edən ölkəyik, digər tərəfdən də ən mütərəqqi texnologiyaları, texnikaları biz mənimsəyirik və onların istifadəsinin də xeyrini görürük. Bax, bu günləri bu məsələlərə biz toxunacağıq. Mən indi istəyirəm elə ilk növbədə qonaqlarımı sizə təqdim edeyim. Milli Məclisin deputatı Nigar Məmmədova, iqtisadçı ekspert Emin Qəribli və Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin aparıcı eksperti, şöbə müdürü Mətin Məmmədli. Xoş gəlmişsiniz, hörmətli qonaqlarımız. Mən bir dəqiqə indi bir şeyi dəqiqləşdirim və bəli, bax, indi artıq mənə xəbər verilir ki, demək, xüsusi süjetimiz artıq hazırdır və mən onu sizə təqdim edirəm. Gəlin diqqətlə onu izləyək. Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları
Mehdiyev Ramiz Ənvəroğlu, Abbasov Abbas Aydınoğlu, Kərimli Əli Əmir Hüseynoğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədi ilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə Rusiya-Azərbaycan Təşkilatları İttifaqı adı altında qeydiyyatdan keçirilmiş və Milyarderlər İttifaqı adlandırılan təşkilatın həm təsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydınoğlu və İbrahimbəyev Rüstəm Məmməd İbrahimoğlu, eləcə də Mehdiyev Ramiz Ənvəroğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmir Hüseynoğlu, partiyanın üzvləri Qəhrəmanlı Fuad Əlioğlu, Zaidov Qənimət Səlimoğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşmişlər. Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən Demokratik Qüvvələrin Milli Şurası adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilatı dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi ixşşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanun tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə Respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İbrahim Məmməd Əzizoğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828 manat 40 qəpik məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəltmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, Milyarderlər İttifaqı adlandırılan təşkilatın üzvlərinə, yaşadıkları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi ixşşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilmişdir. Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq Milli Şuranın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda Şuranın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan islahatların Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilmişdir. Qeyd olunan ittihama əsasən, Qənimət Zahidov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilatı və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına tam üzv olacağı barədə razılaşmışlar. Deməli, özlükdə Azərbaycan siyasətdə görə heç görmək yoxdur aslında asla. Hər halda yeşilə gətirib ki, daha universitet zamanından indiyə qədər Əlbəyin düz İranlar demişəm, dibində olan bir adam kimi həm yanında o şəxsi planda, həm də belə də siyasi işlərdə əsas adam elə mən. Əli Kərimli kimi bir adam daha çox səhvlidir. Əli Kərimli və yaxud Milli Şuranın hakimiyyəti gəlməyinə o qədər dəhşətli faciə kimi yanaşmırlarsa, bunun hansısa bir işartıları olunmalıdır, əlamətləri görüşməlidir. Bunu hansısa şəkildə bildirə bilərlər. Əli Kərimliyə bildirə bilmirlərsə, mən buradayam da. Əgər söhbət aparmaq istəyirlərsə, problem yoxdur, aparalım söhbətləri.
Azərbaycanın xarici siyasətində demək olar ki, işini dəyişməyəcək. Əli Kərimli gələndən sonra hakimiyyətin xarakteri, siması, mahiyyəti dəyişəndən sonra da deyəcək ki, bu kollektiv təhlükəsizlik statüsünə qoşulur. Yəni, bu da ola bilər. Qarşılıqlı qarantiyalardan hər şey asılır. Eyni zamanda ittihama əsasən Əli Kərimli adı çəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Televiziya və Radio verilişləri qapalı səhmdar cəmiyyətinin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir. Partiyanın sədrinin əməldə saxladı ki, bizim münasibətimizdə olsun. O da bildirir ki, çalışmaq lazım ki, yəni daha kütləvi şəkildə bu prosesdə biz iştirak edək və kütlə xalqın səsləndirdiyi şüarlardan fərqli şüarlar olmasın ki, onların qanun baxışı olsun. Şəhətlər xəyabanına çatanda, bu topluqlaşma olanda Milli Məclisə daxil olub, buranı nəzarət altına götürmək lazımdır və bu istiqamətdə çalışmaq lazım ki, yəni insanların o istiqamət verilməlisin. Və bundan sonra eyni zamanda yəni qanunverici hakimiyyət təsisatı, ya bu hakimiyyətin belirli götürülməsi istiqamətli səyidir. Və eyni zamanda Milli Televiziya qardeşi şəkildə yapmaqda yerləşir və eyni zamanda bu başlarsa sonra o istiqamətdə hər şey etmək lazım. Bundan başqa Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurbanoğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədi ilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözü gedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir. Алло? Салам. Да, здравствуйте. Это Мехтев Рамис. Да, Рамис Эндерович, здравствуйте. Я, Эндерович, вашу просьбу передала. Так. Ну вот пока на этом все. Просьбу передала. Я ему хочу послать, знаете что? Я подготовил документ один. Вы слышите? Да, я слушаю, да. Предложение по преобразованию систем государственного управления в Азербайджане. Ну, давайте, это ваши дела. Давайте, вы между собой как-то это. Я позвоню помощнику, чтобы помощнику переслать по электронной почте. Да, договорились, спасибо. Всего доброго, до завтра. Есть. Спасибо большое. Добрый вечер. Приветствую вас, приветствую вас. Яхша. Теперь, как отослать? Во-первых, я хочу, чтобы этим друзьям нашим тоже надо передать каким-то образом. А мы так сделаем, да? Məndə bir adam uşağı, mən sizə xəbər verəcəm. И в понедельник я позвоню, если согласятся они. Я думаю, что они с удовольствием согласятся. Da, ya uznayım, avı talimat verin ki, mənə PDF göndərsinlər. Яхша. Хорошо, договорились.
Akşamın xeyir. Salam, salam Ramiz var. Necəsiniz? Yaxşı, sen necəsən? Vəziyyət nə yerdən? Namusunu çatdırdıq. Çok güzel. Duh, dəlneyşi poruçuyum. Спасибо. Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmışdır. Sadalınan cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zaidov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər, Eldar Əmirov 32.5, 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə, Ramiz Mehdiyev 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, 274 dövlətə xəyanət və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zaidov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə məhkəmə tərəfindən qiyabi həbs qəti imkan tədbiri seçilmişdir. Cinayət işi üzrə araşdırmalar davam etdirilir. Əlbəttə ki, bu proses bizim hamımızı narahat eləyir. Çünki ilk növbədə biz təhlükələrdən artıq xəbərdar oluruq ki, kimlər hansı işlərin başında olub, onların planları nədən ibarət olub və süjetdə vurgulandığı kimi dövlətin maraqlarına qarşı, konstitusiyaya qarşı, dövlət rəhbərliyinə qarşı, ümumiyyətlə ölkənin maraqlarına qarşı demək olar ki, cinayət tərkibli dərin bir fəaliyyət. Əlbəttə ki, bu məsələlər hamısı diqqətlə indi istintaqa verilib və cinayət işi qaldırılıb eşitdiyimiz kimi və bütün detallar, bütün nüanslar hamısı bəlli olmalıdır. Çünki faktiki olaraq söhbət şəbəkələşmiş bir sistemdən gedir. Və burada Azərbaycanın daxilindən xaricə ötürülən məlumatlar, sonra telefon vasitəsilə, digər elektron vasitələrlə aparılan danışıqlar, ünsiyyət, fikir mübadiləsi və nəhayət çirkli pulların da yuyulması. Bax, bu proseslər hamısı əlbəttə ki, ölkəmizin hər bir vətəndaşının marağına ziddir. Və təbii ki, cəmiyyətimiz bu prosesi indi diqqətlə izləyir, izləyəcək və yəqin ki, vaxtaşırı biz xüsusi orqanların tərəfindən, sonra bizim sistemimiz tərəfindən də artıq yeni təfərrüatları biləcəyik və təbii ki, belə işlərin də qarşısı mütləq şəkildə alınmalıdır. Əlbəttə, ilk reaksiyamız əlbəttə bizi çox, necə deyim, sarsıdır və hətta bəzi hallarda deyərdik ki, bu inandırıcı görünmür. Amma hər halda biz faktları indi eşitdik, gördük öz gözümüzlə. Yəni, bütün bu proseslərin hamısına əlavə olunan telefon danışıqları var, digər sənədlər var və bunlar hamısı əlbəttə ki, faş olunur. Nigar xanım, bax, istərdim elə sizi eşidək. Yəni, ilk reaksiyanız nədir, ilkin reaksiyanız nədən ibarətdir? Təbii ki, bu bizim üçün həm gözlənilməzdir, digər tərəfdən də çox təhlükəli bir prosesin biz şahid oluruq. Əlbəttə ki, bu kadrları izləyərkən mən bir vətəndaş mövqeyimi ilk olaraq bildirmək istərdim. Çünki bilirsiniz, bir tərəfdən biz Azərbaycan Respublikasının bugün beynəlxalq arenada mövqeyini təhlil etməliyik. Digər tərəfdən Azərbaycan Respublikasının daxili yürütdüyü siyasətini təhlil etməliyik. Burada xarici siyasət, daxili siyasət, görün biz hansı yollardan keçmişik. Görün Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra hansı mərhələlərdən keçib. İstər
bizim beynəlxalq arenada mövqelərimizin möhkəmləndirilməsi, bugün nəqliyyat diplomatiyası, bugün enerji diplomatiyası, bugün çoxvektorlu cənab prezident tərəfindən yürüdülən çoxvektorlu xarici siyasətin uğurlarını biz görürük. Bugün biz beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana marağı görürük. Bugün super güclər tərəfindən Azərbaycana marağı görürük və digər tərəfdən biz onsuz bu nailiyyətlərin bir cavabı olaraq siyasi qüvvələr tərəfindən Azərbaycanı olan o qara yaxma kampaniyalarını görürük. Və digər tərəfdən də biz dövlət idarəçiliyinə, Azərbaycan Respublikasının mən vəzifə səlahiyyətini bir qırağa qoyuram. Azərbaycan Respublikasının vətəndaşı tərəfindən Azərbaycanın maraqlarına, Azərbaycan xalqının milli marağına qarşı bu addımın atılması əlbəttə ki, bu bizi sarsıdır. Bu Azərbaycanın siyasətinə qarşıdır. Bu Azərbaycan xalqının maraqlarına qarşıdır. Bu Azərbaycan dövlətinə qarşıdır. Bu Azərbaycanın şəhidinə qarşıdır. Bu hörmətsizlik əlbəttə ki, bizi sarsıdır. Biz sözsüz qalırıq. Burada sadəcə olaraq susub bu bəlkə də emosiyalar bizi danışdıra bilər. Çünki söz tapmaq olmur. Belə bir həqiqətən də çox sarsıdıcı bir haldır və digər tərəfdən də əlbəttə biz çox təəccüb hissi ilə bunları qarşılayırıq. Çünki ortada bilirsiniz Tofiq müəllim, ortada əziyyət var. Ortada dövlət sektorunun, özəl sektorun, vətəndaş cəmiyyətinin bir həmrəyliyi nəticəsində ortalığa qoyulan bir əziyyət var. Ortalıqda Azərbaycan xalqının həmrəyliyi var, Azərbaycan oğullarının qanı var. Ortalıqda bizim qazilərimizin, bugün elə o əskərlərimizin mərdliyi var. Biz nə edirik? Yəni, olarmı bu addımı atmaq? Bəli, qəti olmaz çünki cəmiyyət irəli gedir. Yəni biz inkişaf paradigmalarını... Biz layihələrdən danışırıq. Bugün biz rəqəmsallaşmadan danışırıq. Biz yeni layihələrdən danışırıq. Yəni bu qəti surətdə Azərbaycanın konstitusiyasına qarşı, siz çox gözəl vurğuladınız, Azərbaycanın qanunvericiliyinə qarşı atılan addımdır. Və çox, yəni Azərbaycanın elə qanunvericiliyi ilə bu, necə siz dediniz, artıq proses də başlanılıb. Əlbəttə. Və ən dəhşətli də odur ki, yəni cəmiyyət siz buyurduğunuz kimi irəli gedir. Yəni biz inkişaf paradigmalarını müəyyən etmişik. Dövlət başçısının demək inkişaf konsepsiyası var, doktrinası var. Yəni bunlar hamısı bizi istiqamətləndirir, bizə orientirləri göstərir, hədəflərimizi müəyyən edirik və belə olduğu halda ki, biz o boydan dəhşətli bir müharibədən keçdik biz. 30 il çəkən qarşıdurmadan çıxdıq biz və nəhayət nöqtəsini vurandan sonra indi bizə lazım olan odur ki, ölkənin ətrafında da, daxilində də sabitlik olsun, müəyyən bir situasiya formalaşsın və belə olduğu halda bəli, bayaq dediyim ki, səpozimizdən olan baltalar artıq işə salınır və kimlər onlardan istifadə edir bizə bəllidir. Çünki xarici düşmənləri, bizi sevməyənləri, bədxahlarımızı biz bilirik müəyyən məqamda. Bəli, çox düzgün buyurursunuz. Biz, bilirsiniz, biz layihələr icra edirik ki, öz təhlükəsizliyimizi o sazişlərlə, o xartiyalarla, o əməkdaşlıq şəklində, o şirkətlərlə, konsorsiyumlarla biz o layihələrdən irəli gələn o müddalara əsasən öz təhlükəsizliyimizi bugün qoruyuruq. Zamanın müasir çağırışlarına cavab verən bir çağırışlara uyğun olaraq biz öz təhlükəsizliyimizi qoruyuruq. Amma bunu görmək, əlbəttə ki, bu sarsıdıcı bir effekt verir. Bəli, əlbəttə. Digər tərəfdən də bizim üçün çox böyük bir təhlükə mənbəyi var idi regionda. Bəlkə də bir yox, bir neçə təhlükə mənbəyi var idi. Amma indi isə biz görürük ki, həmin o qüvvələr çalışırlar yerli, belə deyək də, sürüşkən ünsürlərin vasitəsilə təhlükənin özünü ölkəmizin daxilinə gətirsinlər. Çox dəhşətli bir haldır. Hörmətli tamaşaçılar, bizim artıq daha bir qonağımız studiyada yer alıb, mətbuat üzrə mütəxəssis, ekspert Müşfiq Ələsgərli. Müşfiq, xoş görmüşük sizi. Xoş gördük. Müşfiq, biz indi proqramımızın əvvəlində bir sarsıdıcı süjeti izlədik. Demək, onu qeyd edeyim ki, Milli Təhlükəsizlik Xidmətində olan həmkarlarımız o süjeti hazırlayıblar. Və təbii ki, söhbət dövlətə xəyanətdən gedir. Artıq anti-qəhrəmanların da adları sadalandı. Hələ bunlar yəqin ki, son siyahı deyil. Yeni bir
ünsürlərin də adı çıxacaq üzə və söz yox ki, bu bizim cəmiyyətimiz üçün çox, necə deyim, bir can sıxıcı bir süjetdir, mövzu özü can sıxıcıdır, sarsıdıcıdır və təbii ki, buna sabit, sakit axarla baxmaq olmaz. Çünki əgər söhbət dövlətə xəyanətdən gedir, konstitusiyaya xəyanətdən gedir, dövlətçiliyimizə olan zərbədən gedirsə, biz bu proseslərin hamısını olduğu kimi bilməliyik. Yəni, araşdırmalar başlayıb, artıq istintaq gedir, cinayət işi artıq açılıb və mən istədim ki, bu məsələyə siz də münasibət bildirəsiniz. Çünki məsəl üçün, dünya təcrübəsindən də, digər ölkələrin də reallıqlarından da biz bilirik ki, belə şeylər olur, baş verir. Amma indi bizdə bu baş verən hadisə, yəni nə ilə bizi təəccübləndirir? Birincisi, bu prosesin arxasında kimlər durur? Və digər tərəfdən bunlar kimlərlə əlbir olublar ki, bizim üçün yeni problemlər yaratsınlar. Təşəkkür edirəm Tofiq müəllim. Əslində bugün hüquq mühafizə orqanlarının yaydığı o səs yazısı sadəcə məsələdə konkret dəlil sübutdur. Amma bu cür xəyanətkar hadisələrin baş verdiyini biz ictimaiyyət olaraq 10 illərdir ki, görürük. Yəni, hadisə var idi, görürdün. Sadəcə bunu, belə deyək ki, cinayət əməli kimi sübut eləməkdən ötürü ortada dəlil lazımdır ki, o dəlillər qoyur. Amma faktların özü uzun müddətdir ki, ortalıqdadır. Kimlərə arxayın olublar bu işləri görüblər? İndi son vaxtlar baş verən hadisələr burada daha detallı bilgilər verir. Uzun müddətdir ki, məsələn, Avropanın çox böyük institutlarından Azərbaycana qarşı güya insan haqları ilə bağlı baskılar baş verirdi. Konkret olaraq Avropa Şurasının həm Azərbaycan üzrə məruzəçiləri, həm uzun müddət onun baş katibi olmuş Yaqlandın dilindən Azərbaycana qarşı ittihamlar səslənirdi və s. və ilə axır. Məsələ oradadır ki, bax, biz media işçiləri olanda həmişə görmüşük ki, nə vaxt ki, ya Avropa Şurasından, ya başqa bir Avropa qurumundan Azərbaycana qarşı bu cür kampaniya başlayırdı, onunla bərabər sinxron hərəkətlənmə baş verirdi. Azərbaycan içərisində də daxilimizdə, bəli, müəyyən qüvvələr çıxırdı. Elə rəy formalaşdırırlar ki, bəli, əslində tutaq ki də belə deyək, insanlarda belə assosiasiya yaransın ki, məsələn, Yaqlandın Azərbaycan haqqında dedikləri faktdır. Məsələ oradadır ki, burada başqa bir, yəni o Avropa institutlarından gələn səslə Azərbaycan içində olan radikal müxalifət qüvvələrinin səslənməsi ilə yanaşı, həm də paralel sinxron hərəkətlənmələr olurdu. Məsələn, ayrı-ayrı dövlətlərin, belə deyək ki, müəyyən siyasi şəxslərinin dilindən və s. və ilə axır müəyyən bir açıqlamaların şahidi olurduq. Biz Azərbaycan mediası olaraq, Azərbaycan cəmiyyəti olaraq illərdir ki, bu məsələdə şübhəli bir elementlərin olduğunu görürük. Amma son vaxtlar hətta Azərbaycan hüquq mühafizə orqanları özü bir, belə deyək, ondan öncə baş verən bəzi beynəlxalq hadisələr oldu ki, o cümlədən məşhur Epstein hadisəsi burada çox böyük bir aydınlıq gətirdi məsələyə. Təsadüfi deyil ki, bir həftə öncə, bir 10 gün öncə açıqlanan Epstein sənədlərində Yaqlandın adı çıxdı ortalığa. Bəlli oldu ki, Avropa Şurasının baş katibi özü həmin o çox böyük, bilmirəm, biz ona şəbəkə, cinayətkar şəbəkə mi deyək, insanlıq əleyhinə şəbəkə mi deyək? Mən deyərdim, əyyaşlıq şəbəkəsi. Əyyaşlıq şəbəkəsinin özünün təsir dairəsində olub. Konkret olaraq, deməli, Epsteinin özü ilə Yaqland arasındakı e-maillər ortalığa çıxdı ki, Epstein ondan müəyyən Rusiya rəhbərliyi ilə, belə deyək ki, əlaqələr yaratmaq üçün, yaxud da ki, hansısa məsələni konkret müzakirə etmək üçün vasitəçi kimi istifadə edir. Baxın, adam Avropa Şurasının baş katibidir, diplomatik statusu var, özü insan haqlar müdafiəçisidir, amma sən deməli, cinayətkar qruplar arasında, belə deyək ki, razılaşma aparan, sövdələşmə aparan bir şəxsdir. Özdə, üzr istəyirəm sizdən, Müşfiq müəllim, özdə daim Azərbaycana qarşı qərəzlə yanaşan bir kəs idi bu. Xüsusən elə bil ki, bu hazırlanmışdı ki, bizim ölkəmizin obrazını, siyasi rəhbərliyimizin obrazını bu korlasın. Bəli. Çox bizdə təəssüf edici halçı, bax, biz Azərbaycan bu cür qlobal bir cinayətkar dəstənin hədəfində olduğu bir vaxtda Azərbaycanın içində olan qüvvələrdə, özünü müxalifət elan edən qüvvələrdə onlarla sinxron hərəkət ediblər və belə deyək ki, onların dəyirmanına su tökmüş olarlar. İndi Azərbaycan hüquq mühafizə orqanlarının açdığı bu səs yazıları, o müəyyən faktlar ki var, sübutlar,
artıq bizim illərdir ki, gözlə gördüyümüz, müşahidə etdiyimiz hadisələr arasında çatışmayan daşları artıq nöqtələri öz yerinə qoymuş olur. Məsələdə biraz çətinlik yaradan və qeyri-adi görkən nədir? Problem ondadır ki, illər boyu bülbül kimi ötəndə o el frazası ilə desək, danışmağı özlərinə vərdiş seçmiş və ən pis ifadələr danışan adamlar bu gün müəyyən mənada susqunluğa yol verirlər. Baxın, siz xatırlayırsınızsa bu iş açılanda bizim media nümayəndələri bir neçə dəfə istər Ramiz Mehdiyevlə, istər Xalq Cəbhəsi Partiyasının əməkdaşlarıyla və başqalarıyla birbaşa telefon əlaqəsi saxlayıb onun münasibətini öyrənməyə çalışdılar. Amma xatırlayırsınız, adamlar telefonda jurnalistləri hədələdilər ki, sizə bizim nömrəmizi kim verib, biz danışmaq istəmirik və başqa. Yaxud da ki, Xalq Cəbhəsinin nümayəndələri türmədə ifadə verməkdən imtina edir və s. Niyə susursunuz? Yəni, çatışmayan nədir? Deməyə sözünüz mü yoxdur, yoxsa hardansa yeni əlavə bir dəstək gözləyirsiniz? Bax, burada indi bu cür hallar niyə danışmırlar, niyə mediadan qaçırlar, niyə özlərini müdafiə etmirlər? Əslində, güya ki, hüquqi prosedur ola desək, yəni susmaq hüquqlarını istifadə edirlər, amma əslində çox böyük bir hadisədir. Sən bunun ətrafında danışmalısan, fikrini danışmırsansa, deməli, həqiqətən də ortalıqda çox ciddi şəkildə bu problemlər. Adətən belə vəziyyətlərdə həm də bəhanə kimi deyirlər ki, mənim vəkilim olmalıdır, vəkilim danışsın, məni müdafiə etsin. Aydın məsələdir, amma elə bir faktlar... Artıq o dövrdə bitdi də, Toxunov. Ya deməsəm ki, elə bir faktlardır ki, buna necə bəraət qazandırmaq olar? Özün danışmırsan, vəkilin danışsın, vəkilin danışmırsa, ictimai vəkillərin danışsın. Necə olurdu, indiyə qədər sən səlahiyyət başında olanda sənin adından onlarla, yüzlərlə adam danışırdı, tutaq ki. İndi həmin o onlarla adamdan biri çıxsın ortalığa, sənin ictimai vəkilin kimi danışsın. Desin də yalandır, tutaq ki, faktlar. Deməli, susqunluq, mediadan qaçmaq, belə deyək ki, o ifadə verməmək, danışmamaq açığı bir media işçisi olaraq bizlərdə şübhə yaradır ki, burada nəsə qaranlıq məqamlar həqiqətən də mövcuddur. İndi artıq o qaranlıq məqamlar sübut eləmək detallarla hüquq mühafizə orqanları işidir, amma bizim bir media adam olaraq baxışımız budur. Əslində, Tofiq müəllim, biz zaman-zaman görmüşük və zaten də belədir ki, bu cür situasiyalarda haqlı olan adamlar daha çox danışmağa meyl edirlər. Daha çox informasiya verməyə, daha çox təksiblər səsləndirməyə belə deyək ki, meyl edirlər. Amma 3 aydır, 4 aydır hüquqi belə deyək ki, araşdırma başlayıb, proses gedir. Amma adamlar bir dənə təksib edici material media sistemində yoxdur. Bilirlər ki, günahları var da. Yəni, faktiki olaraq günahını belə deyək, dana da bilmir və bilir ki, bu qeyri-qanuni hərəkətlərə qol qoyub və artıq faktlar var, sübutlar var və onların haqqında bunu nə deyə bilər axı özü? Yəni, görüntü budur ki, danışdıqca daha çox problemlərin üzə çıxacağını görünür ki, bizim hələ bilmədiyimiz çox şeylər var. Yəni, o dünən danışıb, bugünkü situasiyanı təksib etsəydi, bugün ortalığa çıxan lent yazısı, səs yazısı onu təksib edib daha pis fakt qarşısına qoyacaqdır. Deməli, digər məsələlərdən də danışsa, ehtiyat edirlər ki, sabah daha argumental başqa bir şeylər ortalığa çıxa bilər. Yəni, bir daha deyirəm ki, bizim jurnalistlər olaraq, media işçiləri olaraq 10 illərdir ki, yazdıqlarımız, dediklərimiz, şübhələndiyimiz məqamlar bu cür artıq reallığa çevrilməkdədir. Bəli, bir də ki, istintaq orqanları, yəni bu proseslərlə artıq yaxından məşğul olanda bir çox məsələlərin üstü açılır, amma istintaqın xeyrinə olmur ki, onları vaxtından tez açıqlasınlar. Yəni, bir çox məqamlar sonradan açıqlanacaq, bəlli olacaq. Yəni, faktiki olaraq indi birdən-birə hər şeyi, necə deyirlər, açıb ortaya çıxarmağın da vaxtı deyil. Yəni, burada bir məxfilik məsələsi var. Təkcə məxfili deyil, o istintaqın özünün müəyyən spesifikası var da, spesifikası var. Eyni zamanda hətta belə deyək ki, cinayətdə şübhəli bilinsə belə o adamların özlərinin hüququ var, belə deyək, təqsirsizlik prezumpsiyası deyilən bir şey var. Yəni, məhkəmənin hökmü olmayana qədər, bəli, onlara cinayətkar demək olmaz. Hüquq mühafizə orqanı çıxıb bir şey deyilməz. Amma əslində indiyə qədər keçən, yəni bu hüquq mühafizə orqanlarının özünün
ehtiyatlı davrandığı, o müəyyən hüquqi spesifikanı nəzərə alaraq susduğu bir dövrdə əslində qarşı tərəf üçün meydan var idi ki, çıxsınlar öz sözlərini desinlər. Təkzib edici materialları belə deyək ki, mediaya ötürsünlər, danışsınlar, təkzib etsinlər və s. Amma biz bunu ötən dövr ərzində görmədik. Bircə dənə də olsun. Onlar nəinki medianı axtarıb özləri çıxmaq istəmədilər, hətta onlara zəng vuran, əlaqə saxlayan, mail yazan jurnalistlərin özlərini hədələdilər ki, siz bizim nömrələrimizi hardan tapmışsınız, bizlə niyə danışırsınız, niyə açıqlama almaq istəyirsiniz və s. Əslində burada mən sizə Toğrul deyim ki, başqa bir məqam da var. Bunların tam ehtiyatlandıqları məsələlər təkcə Azərbaycan mediası və burada rastlaşdıqları məsələlər deyil. Mən bayaq Yaqlanddan misal gətirdim, amma onu mən nümunə olaraq dedim. Burada təkcə Yaqland məsələsi deyil. Yaqlandın bu gün də başqa institutlarda belə deyək ki, davamçıları var. Məsələn, o Yaqland özü tutaq ki, baş katiblikdən getsə də, bu gün Şvabe var ortalıqdadır. Alman əsilli, bəli. Alman əsilli. Andres Gross məsələsi var. Başqa, bəli, Avropa Parlamenti. Biz burada danışanda bütövlükdə ya Avropa Parlamentini, ya digər Avropa institutlarını şübhə almaq fikrində deyilir. Söhbət orada ələ alınmış və belə deyək ki, əslində qanuni olan lobbi fəaliyyəti adı altında cinayətkar bir işlə məşğul olan dəstələrdən gedir. Bunlar lobbiçiliyin bilirsiniz ki, özünün etiketləri var, özünün müəyyən bir qaydaları var, nələri etmək olar, nələri etmək olmaz. Amma bunlar özlərinin o belə deyək ki, lobbiçilik qrupu adı altında, özlərinin o diplomatik statusları adı altında tamamilə cinayət hadisələri ilə məşğul olublar. Bu gün onların hətta müxtəlif dövlətlərdən, o cümlədən də Rusiyanın müxtəlif dövlət qurumlarından, o cümlədən müxtəlif belə deyək ki, iqtisadi qurumlardan, məsələn Gazpromdan böyük miqdarda hədiyyələr alması barədə faktlar var. 2 gün öncə bəli biz onu ictimailəşdirdik. Yəni həmin adamlar çox böyük ehtimalla bu çox böyük bir şəbəkədir. Müxtəlif Avropa institutlarında, hətta sizə deyim ki, ABŞ-ın özünün konqresində yerləşmiş qüvvələr var. İndi biz bu yaxında 100-ə qədər o konqresməni zaman-zaman o Ermənistanla dostluq qrupunda olmuş adamların adlarını açıqladı. Onun içərisindən həmin adamların özün içərisindən Epsteinlə əlaqədə olmuş və Rusiyadan hədiyyə almış adamlar var. Bunlar uzun müddət o böyük güc mərkəzlərinin Cənubi Qafqazda olan siyasətinə yön vermiş adamlardır. Və Cənubi Qafqazda yaxud da ki, Azərbaycanda bu siyasətə necə yön verirdilər? Bax, buradakı özlərinin həmin o əlaltıları vasitəsilə. Onların xaricdə dediklərini bizim Azərbaycanın içində olan özünü müxalifət elan edən qüvvələr onlarla həmrəylik nümayiş etdirirlər və istər-istəməz ictimai rəyə belə deyək ki, formalaşdırmaq istəyirdilər ki, həmin o xarici qüvvələrin dediklərində bir həqiqət var. Yəni o təsəvvür yaradılar. Amma bu gün artıq təkcə Azərbaycan hüquq mühafizə orqanları deyil, eyni zamanda ABŞ-ın özündə başlamış proseslər, hüquq araşdırmalar, ayrı-ayrı dövlətlərdən, Norveçdə, Böyük Britaniyada başlamış o hüquqi araşdırmalar göstərir ki, təkcə Azərbaycanla deyil, ümumiyyətlə beynəlxalq aləmdə bir təsir dairəsinə malik olan bir cinayətkar şəbəkə formalaşırdı ki, çox təəssüf ki, bizim özünü demokratik adlandıran, yaxud da ki, milli adlandıran o müxalifət qurumlarının təmsilçiləri də bu şəbəkələrin içərisində olublar. Bəli, mənəvi cəhətdən yetkin olmayanlar necə deyirlər, bir-birlərini uzaqdan uzağa görürlər, tanıyırlar, tezliklə əlaqə yaradırlar və elə o minvalla da şəbəkələşirlər. Yəni faktiki olaraq istər xaricdə, istər burada. Və təbii ki, yolların açıq olması onlara müəyyən imkanlar verirdi ki, onlar həm hardasa 3-cü ölkələrdə görüşsünlər, məsləhətləşsinlər, təlimat alsınlar, sonra gəlsinlər, qayıtsınlar ölkəyə. Yəni bu da adi bir praktikadır, bəllidir ki, yəni bax bu proseslərdə belə gedişlərdən istifadə olunur. Yer gəlmişkən deyim ki, vaxtımız varsa, bu maliyyələşmənin özünün açıq və qapalı forması mövcuddur, bilirsiniz. Çox təəssüf ki, onlar yenə bu maliyyələşmə və təlimatlandırma məsələsində də yenə o müəyyən zahirən hüquqi görükən prosedurlardan da istifadə ediblər, eyni zamanda digər məsələlərdən. Baxın, məsələn, bu birmənalı şəkildə yazılıb ki, siyasi qüvvə, siyasi partiya bizim qanunvericilikdə var və ümumiyyətlə qəbul olunmuş prinsipdir ki,
ölkə içindən, kənardan hər hansı bir maliyyəni qəbul edə bilməz. Tutaq ki, istər qrant formasında olsun, istər iyanə formasında. Bunlar nə etmişlər? Çox uzun müddət həmin siyasi partiyaların ətrafında və o şəxslərin ətrafında bir QHT şəbəkəsi formalaşdırmışdılar. Biz bunları xatırlayırıq 90-cı illərdə, 2000-ci illərin əvvəllərində hər o radikal müxalifət partiyasının ətrafında onlarca qeyri-hökumət təşkilatı vardı. Nə üçün idi onlar? Yəni qeyri-hökumət təşkilatının qrant alması qadağan deyil, amma siyasi partiyanın alması qadağandır. Bunlar nə edirdilər? Öz ətrafında o feyk QHT-ləri formalaşdırmaqla həmin Avropa Şurasından da, həmin digər o beynəlxalq fondlardan da böyük miqdarda maliyyə vəsaitini alıb, onu sadəcə belə deyək ki, bu partiyalara ötürməyə bir vasitəçilik edirdilər. İkinci bir tərəfdən həmin qeyri-hökumət təşkilatları vasitəsilə deməli bu partiyalar üçün sosial baza formalaşdırıldı. Baxın, deməli o nəqdi pul ötürülməsi bir tərəfdədir, qrant adı altı ilə. Bunların keçirdikləri təlimlərdə, tədbirlərdə kimlər iştirak edirdilər? Elə həmin o belə deyək ki, radikal müxalifət partiyalarının üzvləri idilər. Xatırlayırsınızsa, və sosial bazanı onların hesabına formalaşdırıldı. QHT və media ətrafında bir araşdırma gedir. Tutaq ki, QHT gedib seçki üçün mütəxəssis hazırlayır. Mütəxəssis dediyində kimdir, müşahidəçi dediyin kimdir? Həmin o siyasi partiyanın belə deyək ki, funksionerləri. Deməli, həm auditoriya baxımından, həm konkret maliyyə ötürülməsi baxımından bunlar müəyyən bir maxinasiyalar qura bilmişdilər. Yəni, həm qanuni prosedurlardan istifadə edirlər. İndi uzun müddət ki, onun araşdırması gedirdi ki, bunlar bu qanuni prosedurlardan necə istifadə edirlər. İndi bu gün ortalığa çıxır ki, təkcə belə deyək ki, həmin o qanuni prosedurları pozmaqla yekunlaşmayıblar. Eyni zamanda həm də məxfi şəkildə müəyyən maliyyənin ötürülməsi ilə bunlara küllü miqdarda vəsaitlərin ötürülməsini sübut edən faktlar mövcuddur. Həm qaçaqmalçılıq yolu ilə, həm digər vasitələrlə. Yəni, Tofiq müəllim, biz əslində bu gün onların yerli şəbəkənin fəaliyyətindən danışsaq da, əslində çox böyük təsir qüvvəsinə malik olan beynəlxalq bir cinayət şəbəkəsinin burada belə deyək ki, iştirakından söhbət gedir. Mənim çox vacib bir məqam. Biz artıq cinayətkar, mütəşəkkil cinayətkarlıqdan danışırıq. Biz burada cinayətkar qruplardan, çünki lobbizm bir hərəkət kimi, Müşfiq müəllim, çox doğru buyurursunuz. Bir lobbist qruplar bu fəaliyyəti bu daima tarix boyu bu olub. Bəli, bəzi ölkələrdə üzrsəm, hətta onlar qanunla tənzimlənir. Bəli, qanunla tənzimlənən bir fəaliyyəti var. Amma. Çünki, lakin burada biz cinayətkarlıq görürük və hətta burada transmilli lobbizm adı altında. Lobbist qrupları fəaliyyəti altında biz burada cinayətkarlıq görürük, cinayətkar qrupları görürük, mütəşəkkil cinayətkarlığı görürük. Hansı ki, milli maraqlara, dövlətlərin maraqlarına, bunlar artıq belə bir həvəskarlıq fəaliyyətinə, necə həvəsə giriblər ki, bunlar görün dövlətlər arası bir şəbəkə yaradırlar ki, dövlətin qanunverici, dövlətlərin, hətta silsilə dövlətlərin qanunvericiliyinə zid olan hərəkətləri maliyyələşdirirlər. Çox böyük bir məsələnin qalır. Məsələ oradadır ki, Tofiq müəllim, bunlar hələ problem oradadır ki, təslim olmaq fikrində də deyirlər. Sizə deyim ki, çox böyük müqavimət göstərirlər. Baxmayaraq ki, ABŞ prezidenti Donald Trump tərəfindən bunların o infrastruktur olaraq bunlara çox böyük zərbələr dəyib məsələn. Əvvəlcə bilirsiniz ki, Donald Trump tərəfindən sistemli bir hərəkət həyata keçirildi. Məsələn, 2025-ci ilin yanvar ayında bunların maliyyətçisi olan USAID-nin fəaliyyətini belə deyək ki, dayandırdı və haqqında cinayət işi açdı ki, o araşdırmaların ətrafında da xarici ölkələrə, bu cür qruplara çox böyük məbləğdə məsələn maliyyə ötürüldüyünü artıq ABŞ mühafizə orqanları ifşa etdilər. Sonra mart ayında, 2025-ci ilin mart ayında USCAM deyirlər də, ABŞ Beynəlxalq Qlobal Media Agentliyi deyirlər, onun fəaliyyətini dayandırdı və bunlara uzun müddət beynəlxalq o təbliğatı dəstək vermiş o transmilli media subyektlərinin fəaliyyəti. Amma baxın, bütün bu zərbələrdən sonra, amma bugün yenə də çox ciddi şəkildə bunlar hücumdadılar. Baxın, Epstein sənədlərini kim açdı? Məsələn, Epstein özü 2019-cu ildə həbs olunub, Donald Trump'ın belə deyək ki, hakimiyyət illərində. Yaxud da ki, onun haqqında indi
baxmayaraq ki, konqresdə müzakirə olundu və orada demokratlarla respublikaçılar belə də ki, qanun verdilər, amma o qanunu imzalayan və ictimailəşdirən Donald Trumpdır. Amma Ədliyyə Nazirliyi də açıqdır o sənədə. Ədliyyə Nazirliyi də, yəni Trumpın vəzifəyə belə deyək ki, təqdim etdiyi, səlahiyyət verdiyi şəxs. Amma siz bu gün açın o beynəlxalq o transmilli media qurumlarına baxın. Yəni bu cinayəti törədənlər və sair qalıb bir tərəfdə, bütün hədəf yönləndirilib Trumpın üstünə. İndi kimdən soruşsun, sanki elə bir assosiasiya yaradırlar ki, elə Epstein'in sağ əli budur. Bəs digər şəxslər, axı indi deyirlər ki, prosesi açan Demokratlar Partiyasıdır. Yaxşı, Demokratlar Partiyası özü hakimiyyətdə olanda bu məsələləri niyə açmır? Niyə açmır? Demokratlardan olan, tutaq ki, Bill Clinton özü prezidentidir. Prezidentliyi indi də adı çıxır orada. Yaxşı, Demokratlar onu bilirdilərsə, indiyə qədər açarlar. Yəni, mən bunu nümunə gətirmək, nəyi demək istəyirəm? Baxmayaraq ki, günahkar bunlardılar, suçlu bunlardılar, amma yenə də elə rəy formalaşdırırlar ki, tamamilə məsələnin məsuliyyəti özlərindən atırlar. Baxın, indi onların o cür o hərəkət istər-istəməz bax onların yerli strukturlarına, bizim o müxalifət təsirçilər kimi adamlara da təsir göstərir ki, bunlar yəni hələ asanlıqla da belə deyək ki, can verənə də oxşamırlar. Bəli, və bir çox göstəricilərinə görə bunlar, hətta mən deməzdim ki, ideya adamlardır. Xeyr, bunları stimullaşdıran, ruhlandıran burada həm də qazanc məsələsidir də. Bəllidir ki, bəli, maliyyə məsələsi. Bəllidir ki, yəni ölkəmizin çox son illər ərzində uğurlu layihələri olub, biz onları müvəffəqiyyətlə həyata keçirmişik, reallaşdırmışıq və əlbəttə ki, Azərbaycanın da çox böyük dividendlər qazancı olub və var da, yəni iqtisadi zəmində. Və bu bəllidir ki, bəzi qüvvələrin ürəyincə deyil. Çünki onlar rəqabətdə tab gətirə bilmirlər, sağlam, şəffaf rəqabətdə. Amma çalışırlar o boz sxemlərin vasitəsilə artıq Azərbaycana bax beləcə zərbə endirsinlər. Və mən elə gəlir ki, bax bu şəbəkə ilə özü də məhz o prosesdə də əlaqəlidir və həm də iştirakçıdır. Düzgün buyurursunuz, amma bilavasitə sizin sualınıza keçmədən öncə çox məyus oluruq ki, bu proseslərdə indi dırnaq arasında deyək, şəklini göstərdir, ziyalılar da iştirak edirlər. Bu ən pis, yəni ki, bu insanlar siz dediniz, o xarici şəbəkəyə xidmət edən insanlar, bu digərlərini biz bilirdik, presadan biz bilirdik ki, bunlar cinayət əməlləri mövcuddur, xarici qüvvələrlə əlaqədardır. Amma belə insanların iştirak etməyi lap insanın məyus edir. Yəni ki, biz bilirik ki, əslində bu nə məsələ? Bu dövlətçilik məsələsidir. Bu müstəqillik məsələsi. Yəni ki, bu bizim dövlət, hakimiyyət dövlətçiliyin bir rəmzidir. Buna qarşı, yəni ki, yaşlı insanlar buna qarşı gedirlərsə, hansısa xarici qüvvələrlə əlbir el bunu edirlərsə, çox belə deyək, mənim üçün qəbul olunmaz bir haldır. Bəli, təbii, düzgün buyurursunuz. Belə əxlaqlı olmayan insanlar təbii ki, bu proseslərdəki Azərbaycanın təbii ki, inkişafını görməmək olmaz. Bir çox ölkələr bunu həzm eləyə bilmirlər. Gördük, nə qədər müdaxilələr oldu. Biz hətta müharibənin özündə də gördük ki, devirdə müdaxilələr olurdu. Yəni ki, ən azından Gərxam Gözəl buyurdu ki, bəli, bu əslində bu deməli edilən satqınçılıq, belə deyək də, bu şəhidlərə də qarşıdır. Yəni ki, bu insanlar Azərbaycan vətəndaşı, Azərbaycan dövləti neçə artıq 30 ilə yaxındır bu müstəqillik uğrunda mübarizə aparır və belə ünsürlər müdaxilə edirlər. Və yenidən o dövrdə 30-cu ildə biz ən başlayanda müstəqilliyin ilk dövrlərdə 94-cü ildə bu əsrin müqaviləsi bağlanarkən artıq bilirdik ki, o elə asan məsələ deyil. Və o dövrdə də indi də biz hazır olmalıyıq ki, bizə bu müdaxilələr olacaq. Nə qədər biz güclü olacaqsa, inkişaf edəcəksə, yəni bu müdaxilələr artacaq. Və gəlin təhlil etsək, ölkələri təhlil etsək, baxınız Latin Amerika və digər ölkələr, hansı ölkələr daha böyük uğur qazanır? O hökumətdə ki, hökumət başçıları milli maraqları gözləyirlərsə, o ölkələrin uğurları daha çox olur və təbii ki, onu sevməyənlər də çox olur. Yəni ki, bu qanuna uyğunluqları biz bilməliyik və yəni ki, bunu da həm də ictimaiyyət qarşısında da yəni ki, bu çox müzakirələr aparılmalıdır ki, bəli, biz getdikcə, inkişaf etdikcə bizim bağladığımız xartiyalar, müqavilələr hamısı bizim yüksəlişə, inkişafa, dayanıqlı inkişafa gedir və o
əks sədalar da çox olacaq. İnkişaf etdikcə əks sədalar, bu müdaxilələr get-gedə çox olacaq və hesab edirəm ki, bu günlərin bu insanlar cəzalanmalıdır, bu nümunə olmalıdır. Hər bir insana bu nümunə olmalıdır. İctimai qınaq da buna qarşı daha çox olmalıdır ki, yəni yenə deyirəm də, baxınız da, vaxtilə hörmət etdiyimiz insanlar bu günlərin yəni ki, ictimaiyyətdə mövqeyi olan, indi dırnaq arasında deyirəm, mövqeyi olan insanlar bu günlərin tam xarici qüvvələrə əlbir olub bizim müstəqilliyimizə, bizim dövlətçiliyimizə, bizim inkişafımıza, hər bir insana qarşı bu cinayətdir. Dövlətçilik deyiriksə bu və bundan sonra da biz mənə elə gəlir, gördük ki, necə bizim xüsusi orqanlar belə həssasdırlar, buna hazırdılar. Bundan sonra da hesab edirəm, pressa dediniz, təbii ki, hər bir insan, hər bir yerində biz belə çox ağır bir devirdə yaşayırıq. Bundan sonra təbii ki, baskılar daha çox olacaq və müxtəlif ölkələr tərəfindən baskılar olacaq. Biz bilirik ki, çox da... Onlar da öz fəaliyyətlərini çeşidləndirirlər. Başa düşürsünüz, yəni eyni texnologiyalardan, eyni sxemlərdən yox. Artıq görürsünüz, bax, texnikada inkişaf edir, texnologiyalarda inkişaf və onlar çalışırlar o yeniliklərdən, tapıntılardan özləri istifadə etsinlər. Bəzi ölkələr bu günlərin bəli, texnologiyalar inkişaf verir və bu yeni texnologiyalara ondan istifadə edərək bizə qarşı istifadə etmək cəhdləri var. Lakin unutmayaq ki, biz bu insanlar, bu ölkələr, bundan sonra da bizim iqtisadi uğurlar, xüsusən də iqtisadi uğurlar buna qəbul etmirlər və bizim də, yəni ki, bir problem də ondan ibarətdir ki, biz qlobal dünyada yaşayırıqsa, mütləq şəkildə ayrı-ayrı ölkələrlə biz inteqrasiya etməliyik. İstər inkişaf etmiş edirik də. Və amma etdikcə də çox əsas, xüsusən də beynəlxalq münasibətlərdə üzr istəyirəm, elə biz inteqrasiya etdiyimizə görə, digər tərəfdən bayaq dediyimiz kimi, uğurlu iqtisadi layihələrin gerçəkləşməsinə görə çalışırlar bizim hərəkətlərimizi ləngitsinlər, bizə yeni problemlər yaratsınlar, bizim fikrimizi, diqqətimizi yayındırsınlar əsas məsələlər. Və o ölkələr də öz mövqeyini itirirlər. Bu itirən və artıq bilirsiniz, bu əyyaş devrində də artıq bu ölkələr də bilirsiniz də köhnə, qoca qitə deyirlər, qoca ölkələr də biz deyirik, Avropanı deyir. Onlar mövqeyini itirdikcə də mənə elə gəlir, bu təsirlər də get-gedə artacaq. Yəni ki, bu artıq bilirsiniz, bunların itirəcəyi heç nə yoxdur. Və digər tərəfdən Hindistan kimi yeni inkişaf edən ölkələr də var ki, bunlar da görürük ki, bizə qarşı mübarizə aparırlar. İndi çıxış yolu nədir? Mənə elə gəlir, biz bu qardaş yaxın ölkələrlə daha sıx birləşib, belə unsurlardan özümüz hazır olmalıyıq və yeni də əlbəttə, onların vaxtında onları ifşa etmək lazımdır, zərərsizləşdirmək lazımdır. Cənab Prezident öz mesajlarında da, çıxışlarında da, dünən keçirilən müşavirədə də dedi ki, nə qədər ki, Tofiq müəllim, siz o cümləni söylədi, o fikri söylədiniz, nə qədər ki, layihələrimiz çoxalır, nə qədər ki, bizim əməkdaşlığımız güclənir, bir o qədər də müxtəlif biz çox vektorlu şəkildə biz öz təhlükəsizliyimizi təmin etməliyik. İstər rəqəmsal şəkildə, istər kiber təhlükəsizliyi sahəsində əməkdaşlığımızı gücləndirərək, istər o süni intellekt mərkəzləri, istər IT mərkəzləri, müxtəlif artıq kiber təhlükəsizliyi mərkəzi sahib. Getdikcə də biz bu, mənə elə gəlir, sui-qəsd, bu cinayət, bu hər bir insanın sosial durumuna qarşıdır. Yəni ki, biz görürük ki, baxırıq bəzi faktlar 20-ci ildə baş verir. 20-ci ildə biz görürük bütün dünya inkişaf etmiş ölkələr dərman problemlə və s. rastlaşdı. Amma biz o devirdə yəni ki, nisbətdə daha yaxşı keçirdi və bundan sonra da potensialımız var və biz onu da qəbul edə bilmirlər ki, bəli, biz getdikcə bu potensialı məhz insan faktoruna yönəldəcəyik və bunun təbii ki, bundan sonra da bu təsirlərini təsir edəcəklər, bu təsirin qarşısında durmaq üçün biz həm pressa, elmi dairələr, istər ictimaiyyət və digər bir əlbir olmalıyıq. Əlbəttə, gündəmimizi özümüz müəyyən edirik, sonra bütün əsas istiqamətləri özümüz tapırıq, yəni onlarla bağlı yaxından işlər gedir, sonra bütün nazirliklər, xüsusi təşkilatlar və s. bunlar hamısı səylərini birləşdirirlər və görəndə ki, Azərbaycanda artıq oturuşmuş bir modellər var və onların əsasında mexanizmlər də işlənib, onlar da fəaliyyət göstərərək xeyir gətirirlər, çalışırlar demək bu prosesi pozsunlar. Tamam düzgün buyursunuz. Artıq bunun ifşa olması nədir? Artıq bizdə idarəetmə institutu formalaşıb. Əminliklə demək olar və formalaşır və o da inkişaf edir.
Yəni ki, bu əslində elə balaca məsələ deyil. Görürüz hansı faktlar müəyyən etmişik. Əslində yeni texnologiyaların istifadə edilir. Biz elə müharibə dövründə biz gördük, biz informasiya müharibəsində də utduq. Yəni yeni gündəmdə olan məsələlər, ən müasir texnologiyaları mənimsəməklə də biz onu və yəni ki, bu da niyə görə təkmilləşdiririk, niyə görə inkişaf edirik? Artıq idarəçilik institutu formalaşır və get-gedə inkişaf edir. Hamı da bilməlidir ki, ona qarşı, bizim müstəqilliyimizə qarşı heç bir səylər nəticə verməyəcək. Yəni ki, burada həm hakimiyyətin, insanlar əhalisi ilə vəhdəti var və bu, yəni ki, bizdə kör gör deyirlər də, bunu görməmək mümkün deyil. Yəni 90-ların əvvəlində biz artıq müstəqilliyimizi bərpa etdikdən sonra da belə proseslərlə biz rastlaşmışdıq. Xüsusilə 93-cü ildə artıq milli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra biz görürük neçə dənə silsilə, belə deyək də, xəyanətkar layihənin üstü açıldı. Sonra kimlər ölkəni qaçaraq tərk etdilər, kimlər artıq burada zindanda yer aldı. Çünki onlar həqiqətən də cinayətlər törətmişdilər və s. Yəni biz bunlarla rastlaşmışdıq. Amma indiki məqamda, bəli, indiki məqamda mənə elə gəlir ki, burada Mətin müəllim, vətəndaş cəmiyyətinin özünün də mövqeyi çox böyük rol oynamalıdır. Çünki insanlarımız birinci ayıq-sayıq olmalıdırlar. Digər tərəfdən də onlarla dövlətin strukturları, qurumları fəaliyyət göstərirlər, həmahəng göstərməlidirlər. Sonra biz həm də gərək hər şey dövlətdən, yuxarıdan gözləməyək. Yəni aşağıdan da burada bir təkan olmalıdır. Bax, bu vətəndaş cəmiyyətinin rolunu necə dəyərləndirirsiniz? Təbii ki, Tofiq müəllim, bu elə bir məsələdir ki, hər bir vətəndaşa aid olan bir məsələdir, ümummilli bir məsələdir. Ona görə də hər kəs təbii ki, öz mövqeyini ortaya qoymalıdır, ayıqlığını, sayıqlığını itirməməlidir. Belə cəhdlərin hansısa bir formada nəticə verəcəyi mümkün deyil, Tofiq müəllim. Yəni biz müstəqillik tariximizə baxsaq görərik ki, yəni dəfələrlə dövlət çevrilişinə cəhdlər olub, sui-qəsd cəhdlər olub və s. Və bunların da hər biri uğursuzluqla nəticələnir. Çünki bu cəhdləri edənlər, onların arxasında duranlar məncə burada iki məqamı unudublar. Yəni bunlardan birincisi dövlətin gücü, dövlət rəhbərlərinin qətiyyəti, idarə etmə qabiliyyəti, ikinci məqam xalqın iradəsi. Və bu sonuncu baş verən hadisələr də, yəni bu həqiqətən də çox böyük təəssüf doğurur. Yəni Dövlət Təhlükəsizlik Xidmətinin açıqladığı o rəsmi açıqlama həm mənəvi, həm siyasi, həm hüquqi tərəfləri olan böyük bir hadisədir. Və bu cəhdlə nəyə nail ola bilərdilər ki? Yəni xalqın iradəsi ortadadır, dövlətin gücü ortadadır. Nəyə nail ola bilərlər? Yəni bu mümkün olan şey deyil. Və digər məsələ, Tofiq müəllim, yəni nəyə görə son zamanlar anti-Azərbaycan qüvvələr belə xeyli fəallaşıb? Fəallaşmanın əsas səbəbi təbii ki, ilk növbədə dövlətimizin son illərdə, xüsusilə də 2-ci Qarabağ müharibəsində, Vətən müharibəsində 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirlərindən sonra xeyli güclənməsidir. Yəni Azərbaycan dövlətinin Cənubi Qafqazda mövqeyinin xeyli güclənməsidir. Dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunun xeyli artmasıdır və Azərbaycanın müstəqil xarici siyasət həyata keçirilməsidir, müstəqil siyasət həyata keçirilməsidir və bu da təbii ki, kənarda bəlli mərkəzləri narahat edir. Və müxtəlif vasitələrlə çalışırlar ki, ölkəmizə təzyiqləri artırsınlar, ölkəmizin siyasətinə təsir etməyə çalışırlar və müəyyən hibrid hücumlar təşkil edirlər. Həm informasiya məkanında, həm siyasi müstəvidə və s. və s. Və yenə də mən əvvəlki fikrimi təkrar etmək istərdim ki, yəni bu cəhdlərin, bu siyasətin, yəni kənardan bizə yönələn Azərbaycan dövlətinə qarşı, Azərbaycan xalqına qarşı yönələn bu cəhdlərin heç bir nəticəsi ola bilməz. Bilirsiniz, biz son 30 il, 35 ilə yaxında biz müstəqil dövlətik. Bu çevriliş cəhdlərinə baxarkən görürük ki, bu çevriliş cəhdləri yalnız o konkret şəxslərə, hakimiyyət başında olan hakimiyyətlərə qarşı deyil. Həm də bu çevriliş edənlərin hədəfi Azərbaycan müstəqilliyi olub. Azərbaycan müstəqil dövlətçiliyi olub. Bizə bu müstəqillik, müstəqil dövlətçilik hədiyyə verilməyib. Yəni biz bunu qanımızla, canımızla mübarizə aparıb müstəqilliyi əldə etmişik. Azərbaycan o regionu, o rayonu yoxdur ki, Şəhidlər Xiyabanı olmasın. Yəni insan nə qədər mənəvi cəhətdən deqradasiya uğrayar ki, kənardan kimlərinsə necə deyirlər, fitnəsindən çevriliş etməyə çalışsın.
Bir də ki, mən bayaqları 90'ları yada saldım, xatırladım. 93'dən sonra da həqiqətən də biz çox dəhşətli bir etapı yaşadıq da. Yəni orada hətta separatizm hərəkatları, tək ermənilər deyildi, başqa separatist hərəkətlər də vardı və s. Və nəhayət son illər ərzində Prezident İlham Əliyevin dövründə artıq bir neçə xarici şəbəkə burada ifşa edildi. Bir fikri də, səhv eləmirəmsə, cənab Prezident bu yaxınlarda səsləndirmişdir ki, bizim qələbəmiz, yəni Vətən müharibəsində və daha sonraki qələbəmiz Cənubi Qafqazda çox layları tərpədir. O tərpənən laylardır ki, bugün müəyyən formada biz görürük. Artıq reaksiyalar belə əcaib bir formada özünü əks etdirir. Buyurun. Son 5 il ərzində baş verən hadisələrə baxsaq, biz burada vətəndaş cəmiyyəti institutlarının daxilində 2 ayrı xətti görə bilərik. 2022-ci ildə Laçın yolu aksiyası başlayanda bilirsiniz ki, bizim yüzlərlə qeyri-hökumət təşkilatı ora getdilər, Azərbaycan dövləti ilə həmrəyliklərini ifadə etdilər. Könüllü insanlarımız da gedirdi. Bəli, getdilər və çox böyük də nəticələr əldə olundu. Şükürlər olsun ki, o prosesdən başlayaraq da antiterror tədbirləri və Azərbaycanın belə deyək, suverenliyinin bərpası təmin olmuş oldu. Amma onunla paralel şəkildə baş verən başqa bir mən nümunəni göstərmək istəyirəm. 2020-ci ildə müharibə gedə-gedə, Qarabağ savaşı gedə-gedə bilirsiniz ki, beynəlxalq həmin o şəbəkə tərəfindən bir kampaniya keçirildi. Bir Novar kampaniyası deyilən bir, yəni müharibəyə yox deyən bir kampaniya keçirildi. Və məsələ oradadır ki, həmin kampaniyanın içərisində Ermənistan baş nazirinin yoldaşı Anna Akopyan da aktiv görüşdü. Yəni bir güya ki, sülh platforması kimi adamlar torpağı işğal ediblər, belə deyək ki, müharibə gedir, amma bir sülh göyərçini kimi də ortalığa çıxırlar. Həmin dövrdə Azərbaycandan 87 dənə qeyri-hökumət təşkilatı Anna Akopyanın o kampaniyasına imza atdılar. Çox maraqlıdır ki, həmin vaxtda Azərbaycan mediası ora imza atan şəxslərin hamısının siyahısını çıxartdılar və bir-bir xarakteristikasını verdilər. O 87 nəfərin içində olanlar hamısı ya müxalifət düşərgəsində olan o siyasi liderlərin uşaqları, qohumları idi, yaxud da ki, onların ətrafında olan o QHT şəbəkəsində təmsil olunan adamlar. Baxın, 2 il müddətində baş verən bu 2 hadisə əslində Azərbaycan vətəndaş cəmiyyətində o virus kimi salınan bir təbəqənin mövcud olduğunu göstərdi. Bunlar hardan yaranmışdılar? Bilirsiniz, biz 90-cı illərdə Azərbaycan öz müstəqilini elan edəndə hələ bu beynəlxalq mexanizmlərə tam hazır deyildi də, belə deyək ki. Məsələn, QHT, ayrı-ayrı QHT-lər mövcud olsa da, amma ümumi şəkildə böyük bir şəbəkə Qərbdən gəldilər bura və onlar üçün donor institutları yaratdı və s. söz, ifadə azadlığı, insan haqları müdafiəçiliyi adı altında. Amma sonradan bəlli oldu ki, bunlar əslində bu demokratik şüarlar adı altında özləri üçün özlərinə xidmət edən çox böyük bir şəbəkə yaradıblar. Azərbaycan dövləti həmin şəbəkənin belə deyək ki, zərərsizləşdirmək üçün böyük addımlar atdı. Azərbaycan özündə donor institutlar yaradıldı, sonra belə deyək ki, xüsusi konsepsiyalar qəbul olundu və s. Və uzun müddət davam edən həmin ikili xətt nəhayət ki, 2020-ci illərdə, bax bizim bu vətən müharibəsi və ondan sonra baş verən hadisələr fonunda artıq bir tərəfin belə deyək ki, ifşa olunması, digər o milli vətəndaş cəmiyyəti institutlarının isə qələbəsi ilə yaradıldı. Baxın, həmin o zərərli şəbəkə, belə deyək ki, ifşa olunandan sonra, zərərsizləşdirəndən sonra, baxın, Azərbaycan QHT-ləri, vətəndaş cəmiyyəti institutları nə qədər böyük nailiyyətlərə imza atıblar. Mən bayaq birini dedim, Laçın yolu aksiyası bu aksiyanın qalibiyyətlə başa çatması, onun ardınca Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları platformasının yaranması, ona paralel olaraq deməli İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin QHT platformalarının yaradılması, türk dilli dövlətlərin qeyri-hökumət təşkilatlarının platforması, bütün bu platformaların kökündə nə yatır? Sabitlik, sülhə xidmət, insan rifahına xidmət və milli dövlətçiliyin bütün o proseslərin içərisində olması. Amma 2022-ci ilə qədər gələn o digər şəbəkənin xəttində nə idi? Harda anti-Azərbaycan bir kampaniya varsa, onun tərkibində görüşmək və onun vasitəsində zərərli məsələləri gətirmək. Orada bayaq siz ideya məsələsi dediniz. Bunlar ideya adamıdırmı, bu siyasi mübarizənin ideyası? Yox, onlar
Toxunam, təkcə siyasi mübarizədə deyil, həm də Azərbaycan xalqının yaddaşında o milli dəyərlərə vurduqları zərərlərlə yadda qaldılar. Onlar hansı təmayüllü qeyri-hökumət təşkilatları yaradırlar? Baxın, radikal feminizmi təmsil edən qeyri-hökumət təşkilatları, nə bilim, digər bu cür... Üzrdən dünyada elə bir mərkəzlər var ki, onlar sistemli şəkildə siz dediyiniz bu lazımsız strukturları yaradırlar ki, onları sonra ixrac etsinlər. Bizim ölkələrə, nə bilim, öz həyatını artıq müəyyən etmiş cəmiyyətlərə və bəli, əlbəttə. Amma kökündə onların o parçalanma prinsipi durur da. Yəni gəlin özünü göstərmə parçalanma. Amma çox təəssüf doğurucu hal odur ki, həmin o dırnaqarası qeyri-hökumət təşkilatları, o dırnaqarası ideologiyaların siyasi himayətçisi kimidir. Bax, bu cür o özünü demokrat elan edən, belə deyək ki, siyasi partiyalar çox təəssüf doğurucu haldır. Onlar o cür şeyimləri Azərbaycan cəmiyyətinin içərisində belə deyək ki, əkdilər, onu becərdilər. Nə qədər ağrılı olsa da, bax, bu gün o şeyimlərin təmizlənməsində baxın ki, nə qədər ağrılı olacaq. İnsanlar heç bir QHT nümayəndələri, bilavasitə əlaqəsi olmayan insanlar. Bunlar cəmiyyətdə biri, nə bilim, tanımış insanlardır, bu günlərim gəlib belə hərəkət edir. Əslində, biz QHT-nin biz deyirik, bəli, onların cəmiyyətdə rolu var, siz düzgün də buyurdunuz ki... Yox, yəni təmiz amalla, sağlam bir yanaşma ilə işləyən, fəaliyyət göstərənlər var, QHT-lər var. Yəni, bunlar əgər ora öz adamlarını inkorporasiya eləyirlərsə, elə olduğu halda artıq görürsən ki, həm də o təşkilatların təyinatını dəyişirlər. Ya ona bir pəl vururlar, nə bilim, onları bir haramla qarışdırırlar ki, yəni proseslər haradasa xaotik bir hal alsın. O baxımdan, bəli, buyurun. Sözünə qüvvət, fikrinizi deyəsən kəsmiş oldum. Bizim vətəndaş cəmiyyəti həmçinin də görün neçə mərhələləri Müşfiq müəllim sadaladı, çox uğurlarını daha doğrusu sadaladı. Bugün neçə müddətdir Azərbaycan-Ermənistan sülh prosesində, sülh şəraitində yaşamağı öyrənir. Elə vətəndaş cəmiyyəti bu prosesdə görün nə qədər aktiv bir mərhələ, mövqe tutur. Həmən o mərhələlərdə iştirak edir. Onu da biz qeyd etməliyik. Həmçinin də cənab prezident təhlükəsizliyin təmin edilməsində biz bir olmalıyıq. Biz lazımi bizim təhlükəsizliyə, bir risk yaradan tərəfə lazımi cavabı verməliyik də, vermişik də, verəcəyik də. Və burada biz bir olmalıyıq. Bizim dövlət sektoru, özəl sektor və vətəndaş cəmiyyəti. Bugün vətəndaş cəmiyyəti həmçinin də dövlət idarəçiliyində çox vacib bir rol oynayır. Biz ictimai şuralarda onların təmsil etdiyini görürük ki, onların da orada çox aktiv rolunu biz... Yəni, bugün Azərbaycanın vətəndaş cəmiyyəti çox vacib proseslərə qatılır. Elə bərpa quruculuq işlərində onların təşəbbüslərini biz qeyd etməliyik. Müxtəlif səmtlərdə də oradan da çox sağlam düşüncəli, çox sağlam bir mövqe tutan vətəndaş cəmiyyətinə biz malikik və bu da həmrəyliyini həm dövlət, həm özəl sektoru, həm də vətəndaş cəmiyyəti. Danışdığımız olur ki, o sağlam mühiti necə yaratmaq oldu və o bizə nə qədər bahaya başa gəldi. Amma sağlam mühiti yaradıb, sonra onun keşiyində durmaq, onu qorumaq bu ən ümdə məsələdir. Və faktiki olaraq bu günləri haqqında danışdığımız bu bizə hamımıza utanc gətirən. Yəni onların yerinə biz utanırıq. Yəni siz nə işlərə qol qoymusunuz ki, görün, bütün ölkəni hardasa siz sarsıdırsınız və buna heç bir izah da tapmaq mümkün deyil. Və təbii ki, burada əsas bizim istinad yerimiz odur ki, cəmiyyətimizdə, ölkəmizdə dövlət rəhbəri, bizim cəmiyyətimiz, bizim ordumuz vəhdət yaradıblar. Yəni bu vəhdəti pozmaq mümkün deyil. Və ona görə mən təsadüfən demədim ki, son illər ərzində elə Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində, səyləri nəticəsində bizim xüsusi xidmət orqanlarımız da bir neçə şəbəkəni açdılar. Yəni bu bir daha onu göstərir ki, qeyri-qanuni fəaliyyət əvvəl-axır onsuz da ifşa olunur. Yəni siz bu işə qədəm qoymayın, siz belə işlərə qol qoymayın. Onsuz da bu ölkənin adını siz batıra bilməyəcəksiniz. Ona bir qara yara vurmayacaqsınız, ona bir lətmə vurmayacaqsınız. Çünki Azərbaycan demək olar ki, dünyada özünü təsdiqləyib, biz öz yolumuzu seçmişik, fəaliyyətimiz bəllidir və istəyimiz də ondan ibarətdir ki, biz dünya birliyi qarşısında özümüzü həmişə təsdiqləyək, digər tərəfdən də uğurlarımızı artıraq. Çünki bu uğurlar hamısı bizim xalqımıza, vətəndaşımıza rifah gətirir, sabitlik gətirir və gələcəyə də ümidini yaşadır. Çox sağ olun, hörmətli qonaqlar. Minnətdaram sizə iştirakınıza görə, fikirlərinizə görə. Elə bilirəm ki,
tamaşaçılarımızın da bu məsələlərlə bağlı özlərinin rəyi var və təbii ki, bu müzakirə mövzusudur. Həm cəmiyyət səviyyəsində, həm ictimai səviyyədə və həm siyasi səviyyədə, hər bir səviyyədə. Çünki belə məsələlərə sabit, sakit yanaşmaq olmaz. İnsanlar gərək öz mövqeyini bildirsinlər, prinsipial yanaşmalarını təsdiqləsinlər və göstərsinlər ki, bugünkü Azərbaycan vətəndaşı hansı yoldadır, necə özünü ifadə edir və biz hara birlikdə gedirik. Çox sağ olun, hörmətli tamaşaçılar. Təşəkkür edirəm diqqətinizə görə. Efirdə görüşənədək.